Sizcə diyeta saxlamaqdan öncə insan öz həyat tərzini dəyişməlidir? Bu düşüncə dəyişməlidir, yoxsa davranışla dəyişməlidir? Biraz çəkini verən sonra nutrisioloqla çalışmağa buraxırlar. 70% kökəlməyə meyilli insanlar depressiyadan yeyirlər. Çünki onlar maraqla belə acılığa girirlər. Acı olmadığı təqdirdə nəsə axtarırlar. Keto diyeti necə saxlamaq lazımdır və necə qidalanmaq lazımdır? İnsan psixologiyasını qida ilə falan düzəldə bilməz. Ümumi bir diyet tərtib eləyirlər, qoyurlar və orada 10 nəfər var, 15 nəfər var. Hamı ondan tətbiq eləməyə çalışır. Bir də ki, hər kəsin yediyi də eyni ola bilməz axı. Biz ailəlikcə hər zaman o masanın ətrafına yığışardıq. Atam evə gəldiyi zaman bir yerdə yemək yeyib, bir yerdə söhbət edib, bir yerdə vaxt keçirməyi daha çox sevirdik. O zamanlarda idi. O ailə ortamını yaratmaq çox çətindir. Həyatda deyir, insan özü necə davranırsa, həyat da ona elə davranır. Hər zaman neqativ bir şeylər fikirləşir. Hər zaman elə bir bəlkə bunun başına yaxşı şeylər gəlməyəcək. Bu da baxırsan ki, heç bir həyatda yolu düz getmir. Komfortun kənarına çıxmalısan. Məsələn də alışılmış olduğun gündəlik həyatın kənarında bir məsələn nələrsə məşğul olmalısan ki, bu sənin həyatına daha maraqlı hala sala bilsin. Salam, hər vaxtınız xeyirli və uğurlu olsun. Bugün Abastro podkastın növbəti çəkilişini edirik. Bugün bizim çox maraqlı studiyamızda qonağımız var. O həm nutrisioloqdur, həm life coachdur, həm də sağlam qidalar hazırlayan bir xanımdır. Xoş gəlmisiniz Əfsanə xanım. Çox sağ olun. Necədir? Yaxşı, çox sağ olun. Sizin nəinki sağlam qidalama hazırlayırsınız və eyni zamanda həmin sağlam hazırladığınız qidaları çox gözəl estetik formada masaya, süfrəyə dekor edirsiniz. Mən özüm sizi izləyirəm çox yaxından və bu çox gözəl bir şeydir. Amma ilk olaraq istəyirəm ki, sizin haqqında danışmaq istəyirəm ki, siz həm anasınız, həm həyat yoldaşınızsınız və eyni zamanda işləyən bir qadınsınız. Elədir. Və bu qədər sosial rol içində özünüzü xatırlamağı unutmursunuz. Vaxtınız olurmu? Balans qurmaq çətin deyil. Əslində balans bəzi hallarda yorucu da ola bilər. Çünki istəyəndə hər şeyə yetmək bir qadını yora da bilir yeri gələndə. Amma qadın özünü də unutmamalıdır bu arada. Çox çalışmaq mənim öz seçimimdir. Mən çox sevirəm çalışmağı və o arada da yaxşı ana olmağı, yaxşı həyat yoldaşı olmağı, yaxşı bir övlad olmağı, valideynlərimə hamısına yetməyə çalışıram. Mən inanıram ki, hər bir qadının buna gücü yetər və bacarar da. Əlbəttə, biz yorulmursunuz bu qədər işlər etdiyiniz zaman. Əlbəttə ki, bəzi vaxtlarda yoruluram. Dincəlməyə çalışıram. Özümə də bəzi vaxtlar vaxt ayırmağa çalışıram. Gündəlik əslində mənə elə gəlir ki, insanın özünə çox da saatlarla vaxt ayırmağına ehtiyac yoxdur. Mənim ən gözəl vaxtlarım, özümə vaxt ayırdığım o vaxtlar səhər saatları olur. Sakit, hələ gün başlamadan saat məsələn 6-7 araları bir kofe içirəm ilk öncə. Sonra bir 45 dəqiqəlik kardio ilə məşğul oluram. Mütləq özümə vaxt ayırıram. Ondan sonra da uşaqlar yavaş-yavaş oyanır, gün başlayır. Günə start. Günə start. Əfsanə xanım məsuliyyətli anadır, mən elə başa düşdüm. Və analıqdan istəyərdim ki, daha dərin, daha danışmaq çox maraqlı olar. Çünki hər bir qadın ana olduğu zaman analıqdan sonra öz prioritetlərin unudur, onu özü ilə, yəni analıqla qadının öz arasındakı özünə davranmaq necə olmalıdır Əfsanə xanım? Mən çox gənc yaşda ana olmuşam, 20'li yaşlarda. Mənə bəzən elə gəlir ki, mən hər zaman özümü ana kimi hiss eləmişəm. Yəni, düzdür, əlbəttə ki, əvvəl məsuliyyətlərin çox olmur, gənc olursan tamamilə. Amma onda da valideyni və yəni çox da valideynə qarşı da məsuliyyətlərin olur. Onları incitməməyə çalışırsan, onlara yaxşı övlad olmağa çalışırsan. Amma təbii ki, övlad tamam başqa bir şeydir. Övladlar dünyaya gələndən sonra hər şey ikinci plandadır. Mənim zənnimcə övlad ən birinci zirvədədir. Təbii ki, kişilərin həyatında da ola bilər, amma qadın olaraq mən qadının həyatında birinci pillədədir. Amma yəni gözəl bir şeydir bir qadının ana olması. Uşaqlarına diqqət, qayğı göstərməsi. Mən elə gəlir ki, bu bizim borcumuzdur, hər bir valideynin borcudur. Yəni, əgər övlad dünyaya gətirməyi planlayırsansa, daha doğrusu belə deyim,
planlayırsansa, bəzi məsuliyyətlərin var. Onlar üçün hər bir əziyyəti göz önünə qoymalısan, çəkməlisən, bu sənin borcundur. Çünki bunun seçimini sən edirsən uşaq dünyaya gətirərkən. Belə. Amma bəzi analar da var ki, indiki, yəni dövrdə bəzi analar övladla öz arasında o məsuliyyəti necə aparmaq lazımdır, o balansı qorumaq çox çətin olur. Siz bildirirsiniz ki, mən özümü, yəni gənc yaşda ana olmusunuz, amma daim özünüzü ana kimi hiss etmisiniz. O statusu özünüzdə hiss etmisiniz. Yəqin ki, bu da sizin bir ananızdan sizə keçirilən bir şeydir. Amma indi yəni çox çətin olan, yəni indiki gənc analar bilmirlər ki, öz övladı ilə öz arasında analığı hiss etmirlər. O olur. Yəni elə bir bu ümumiyyətlə zəmanədən asılıdırmı, yoxsa necə deyim, ana olmaq istəmirlər, yəni o məsuliyyəti daşımaq istəmirlər. Bu necə olar ki, yəni ola bilər, çünki indi tamamilə bizim gəncliyimizlə indinin gəncliyi fərqlidir. Çox. Amma mən inanıram da ki, bu biraz ailədən gələn bir şeydir. Çünki insan valideynlərin daşıyıcısıdır. Valideyndən nə görürsən, necə ailə görürsən, eyni tərzdə sən tətbiq eləməyə çalışırsan. Mən məsələn, hərdən mamamla baxıram ki, çox yaş keçdikcə çox oxşuyuram onunla. Və öz qızımda da onu görürəm ki, məsələn, təbii ki, fikirlər fərqli ola bilər. Əvvəl heç bəyənmirik bəzən. Bəli, əvvəl bəyənmədiyimizdir. Çünki mən öz uşaqlarıma da deyəndə deyirəm, düzdür, indi bəlkə deyə, amma bir neçə ildən sonra mənə haqq verəcəksiniz ki, hə, mama bunu bir vaxtlar demişdi, ya belə. Çünki eyni etabı özümüzə keçmişik deyə ona görə. Bəli, mənə elə gəlir ki, valideyn uşağın güzgüsüdür. Uşaq onu da nəyi görür, ailədə nəyi görür, onu tətbiq eləyir. Yəni mən belə görmüşəm, öz valideynlərlə aramda müqayisə eləyəndə də indi öz uşaqlarım da indi yetəri qədər yaşları var. Onlarda da görürəm. Ona görə belə biraz gənclik ola bilər, yenə də hər kəsin fikrinə hörmət qoymaq lazımdır. Yenə də hər kəsin həyat şəraitinə baxmaq lazımdır. Nə gördüyünə, həyatdan nə dərs aldığına baxmaq lazımdır. Hər kəsin həyatı fərqli olur. Həqiqətən. Sizin də həyatınızda, gündəlik həyatınızda çox maraqlı, peşəkar, belə deyim də, həyat tərziniz var. Hobbi kimi deyək də, bəlkə də indi səhv deyirəm, siz düzəldərsiniz. Siz həm life coachsunuz, həm də nutrisologsunuz və sizcə məsələn sağlam qida, hər kəs diyeta saxlayır bu son illərdə, son zamanlarda. Sizcə diyeta saxlamaqdan öncə insan öz həyat tərzini dəyişməlidir? Bu düşüncə dəyişməlidir, yoxsa davranışla dəyişməlidir? Əslində diyet sözü biz nutrisioloqların sevmədiyi bir, yəni mən diyetə necə baxıram? Hansısa bir xəstəliyin var, əməliyyata gedəcəksən, yəni bir həftəlik, bir 15 günlük hansısa qidaları həyat rasionundan çıxartmalısın, bədəninizi, onda normal yanaşmaq olar. Amma əgər uzun müddətli bu sizin həyat biçimi halına gəlməyini istəyirsinizsə, məsələn, artıq çəkililər, bu onsuz da bir ayla həll olunası bir şey deyil. Diyet saxlasın, sonra davam eləsin. Birinci mütləq düşüncə dəyişməlidir burada. O ən böyük addımdır o artıq. Uzun müddətli bunu davam etmək üçün də mütləq davranışa keçməlidir. Diyet yox, amma sağlıqlı qidalanma, bəli, sağlıqlı qidalanma üzrə artıq bəzi alışqanlıqlar yaranmalıdır və bunlar üzərində çalışmalıdır insan. Çox çətin olur ilk başda. İlk başda çətin olur. Mən sizə deyim ki, mən bu qədər çalışdığım insanların içində ən çətin gün 3 gün olur. Sonra bir həftə, amma ondan sonra bunun tam sizə oturmaq üçün ən az bir ay lazımdır. Və məsələn, çox təəssüf ki, bəzən biz nutrisiolog, diyetoloqlarla çalışan insanlar indi az çəkisi olandan söhbət gedir. Biraz çəkini verən sonra nutrisioloqla çalışmağa buraxırlar. Amma mən həmişə onlara məsləhət görürəm ki, biz indi sizin ancaq alışqanlıq, nələrə alışqanlıq, amma bu çəkini verəndən sonra da bir müddət çalışmaq lazımdır ki, tam bu sizdə bu oturana qədər, sizdə alışqanlıq yaradana qədər. Təbii ki, biz də bişirilmə qaydaları falan bunları öyrətməyə çalışırıq qarşı tərəfə. Bunları tam oturmaq üçün ən azından mənə gəlir ki, bir neçə müddət. Mən hər zaman deyirəm ki, mən bəlkə də özüm nutrisioloq olmasaydım, bilməsəydim bu işi, mən mütləq bir nutrisioloq, diyetoloqla ömür boyu çalışardım. Ne güzel. Niyə? Çünki onlar bizim üçün hər şeyi fikirləşirlər.
Məsələn, mən hər şey fikirləşirlər, sağlıq barədə, nə bilim, qidalar barədə, yeməklərin seçimi barədə, nə qədər rahatlaşdırırlar insanın həyatını. Mən özüm də illər öncə, ana olandan sonra illərlə sizin bildirdiyiniz kimi artıq quzumun 3-4 yaşına kimi 3-4 il mən eyni xanımla davam edirdim. Ən azı ayda bir dəfə check-up'a gedirdim. Yediyimiz, hazır mənə verdiyi menyuda qidaları dəyişirdi. Çünki eyni yeməyi də davamlı yemək də həyat tərzi deyil. Sonra bir başa düşdüm ki, həqiqətən əsas düşüncəni dəyişmək lazımdır. Bu düşüncəmi dəyişdikcə, həyatımda daha aktiv sportu əlavə etdikcə həyatıma zamanla çəkim də balansda qalırdı, daha rahat olurdu mənə. Artıq bilirdim ki, nə yeyəcəm, nə yeməyəcəm. Yeri gəlirdi şirniyyat da yeyirdim. Yəni daha rahat Balanslı qidalar. Balanslı qidalanırdım. Ümumiyyətlə hər şey bizim düşüncə tərzimizdən irəli gəlir. Məncə düşüncə şuuraltıdır. Əsas buradan gəlir. Məsələn, bəzi insanlar var ki, depressiyada olduğu zaman yeməklər daha çox. 70% insan depressiyada iştah artımı. Varmı sizin işlədiyiniz elə xanımlar? Çoxdur, həddən artıq. Depressiyada olub. Depressiyada olub və acılıq olmayan, amma özünü hər zaman doymayan bir var, çox var, həddən artıq. Mən hər zaman onlara deyirəm ki, siz tək deyilsiniz. Hər zaman onlar elə bilirlər ki, onlar təkdir. Bunlardadır belə bu simptom. Amma mən çox vaxt deyirəm, siz tək deyilsiniz. 70% kökəlməyə meyilli insanlar depressiyadan yeyirlər. Çünki onlar moral belə acılığa girirlər. Acı olmadığı təqdirdə nəsə axtarırlar. Doymadıqlarını istəyirlər. Halbuki insan doymaq üçün nə lazımdır? Sadəcə mənə elə gəlir ki, onun önünü tək qidalanmaq kimi baxmaq lazım deyil. İnsan psixologiyasını qida ilə falan düzəldə bilməz. Mütləq idman, gündəlik yaşam şəraiti, neqativ şeylərdən kənara qoymaq, nəfəs terapiyası son illər. Bunların hamısının özünün kompleks şəkildə olmalıdır insan həyatına keyfiyyətləşdirmək üçün. Başlamalıdır. Yəni birindən başlasa, birindən o başlamaq ən böyük bir şeydir. Düşüncən dəyişdi. Birindən əgər sən həyatında nələrsə dəyişdirmək istəyirsənsə, bir dənə nəsə budaqdan tutursan və o ardı-ardına davamı gəlir və insan özünə hər keçən gün daha yaxşı hiss elədikcə, istər çəkisində, istər əhval-ruhiyyəsində bu artıq daha pozitiv olur, daha həyata pozitiv baxır. Məsələn, vurğulayırsınız hər gün səhər günə özünüzlə başlayırsınız. Siz inanırsınız ki, o mənim bəzi sosial şəbəkələr mən özüm də başa düşürəm ki, tam əksini göstərə bilir insanlara. Mən özüm də gördüklərimdən, analiz etdiklərimdən görürəm. Amma sizə inanırım ki, siz məndə səhifədə, hekayədə nə görürsünüz, o həqiqətən də mənim gündəlik yaşadığımdır. O səhər durub kofe içib ondan şey almaq, o pişiyi yedirtmək, nə bilim, hər ağaca baxmaq belə, quşların səsi belə. Mənim yəni həyatda səhər günə gözəl başlamağım üçün böyük bir şeylərə ehtiyacım yoxdur. Durub məsələn səhər hava gözəl olub, quşun səsini eşitsəm də belə mənim gündəlik əhvalım düzəlir. Günəşi çox sevirəm deyən günəş enerjisini. Səhər görüm günəş çıxırsa o mənim üçün hər şey demək ki, gün gözəl başlayacaq artıq. Orada belə düşüncə dəyişir həqiqətən. Ümumiyyətlə ailədə qida mədəniyyətin ailədə öyrədən şəxs kimdir? Əsas şəxs kimdir? O indiki baxır kim evdə qida bazarlığı eləyir və kim yeməyi hazırlayır. Bundan çox şey hazırladı. Mən öz şəxsi fikrim olaraq bizdə təbii ki mənim yoldaşıma da onu tətbiq eləyirəm, onun təbliğini aparıram, uşaqlara da eyni qaydada. Çünki əsasən mənə də elə gəlir ki, indi hər dəqiqə ana, valideyn deyirəm, amma əslində necə ki uşağın tərbiyəsidir, davranış qaydası da anadan daha çox asılıdır. Bu qida da elə olmalıdır. Çünki uşaqla ata obrazı tamam fərqlidir. İşə gedir, işdən gəlir, yorğun, arğın, təbii ki uşağı gün ərzində görmür. Amma valideyn ana hər zaman uşağını məktəbə apararkən yolda onunla söhbət eləyə bilir. Ona qidanı alıb verən də valideyndir. Ona görə də mütləq ananın üzərinə çox məsuliyyət düşür bu barədə. Mən bir dəfə bir məqalə oxumuşdum bir yerdə. Deyir, əgər evdə bir uşaq ağır çəkilidirsə, ola bilər. Bu yəni uşağın nə bilim sağlığı ilə, genetikasına asılı ola bilər. Amma bir evdə həm ata, həm ana, həm uşaqlar ağır çəkilirsə, demək ki, bu ev topdan
nəysə dəyişilməlidir əlbəttə ki. Çünki bu demək ki, bunlarda qida rasionu düzgün qurulmur, düzgün bazarlıq edilmir. Mən çalışdığım insanlara hər zaman deyirəm ki, birinci alış-verişi tamamilə dəyişməlisən. Evdə səni cəzb edəcək heç bir sağlıqsız qida olmamalıdır. Deməli, ailədə də sağlam qida dəyişmək üçün, sağlam qidaya keçmək üçün birinci o etdiyimiz bazarlıqda bəli, mütləq şəkildə və evdə çətin bir şeydir. Mən demirəm çox asandır. Evdə tamamilə indiyə qədər bir valideynin alışıq olduğu qidalarla gəlib bişirilmə şəkli çox yağlı, çox şəkər belə var ki, evdə mamalar hər zaman analar şirniyyatlar bişirəcək. Bunu dəyişdirmək çətindir. Amma əgər istəyiriksə, məncə heç nə çətin olmamalıdır. Əziyyətini də çəkməliyik, uşaqlarımız üçün əsasdır. Əsasda. Çünki bu bizim uşağı gələcəyə sağlıqlı yetişdirmək də valideynindən çox asılıdır. Həqiqətən. Onun öz uşağına davranışına da necə tətbiq eləyəcək o da. Elə bil ki, bu bir 7 nəsil bir gedir. Bəli, biz uşağa balacalıqdan ümumiyyətlə mən xatırlayıram ki, öz övladıma balacalıqdan masada oturmağı öyrədirdim. Çox balaca idi hələ. Təzə-təzə stolda oturanda ona mənə ətrafdan deyirdilər ki, uşaqdır, qoy necə oturur? Yox deyirdim ki, o indidən, yəni uşaqlıq dövründə uşağa oturuş qida ilə bağlı, yeməklə bağlı, süfrə mədəniyyəti. Həqiqətən mən belə başa düşdüm ki, bu evdə qadından asılıdır, düzdür? Əlbəttə elədir. Çünki bəylər səhər çıxır, axşam gəlir və gün ərzində ev, ailə, qidalama hər bir şey qadından, anadan asılıdır və evində qida mədəniyyətində bu anadan asılıdır. Bəzi ailələr var, nənədir, yemək hazırlayır evdə. Amma yenə də qadın. Amma yenə də məsələn hər kəs öz uşağından məsuliyyət daşıyır. Düzdür. Məsələn, nənə də bişirsə, baba da bişirsə, bunu valideynin öz məsuliyyətləri var və özü ona nəzarət eləməlidir mütləq. İnanırsınız, mən hər zaman məktəbə uşaqlara özüm evdə sağlıqlı qida qoyacağam. Heç vaxt bizim uşaqlar kənar hardansa market, bufet belə bir şeylər heç vaxt görməyiblər. Eyni. Çox çətin olur. Mən bir ana kimi üçün də çox çətindir sağlam qida hazırlayıb hər gün uşağı məktəbə göndərmək. Amma çalışıram. Yəni asan deyil, amma asan deyil və özü körpə yaşlı olan uşaqlarla o balansı qorumaq çox çətindir həqiqətən. Çünki mən burdan sağlam qida göndərirəm. Uşaq digər məktəbdə digər dostlarına, sinif yoldaşının yanında çipsi, digər sağlıqsız atışdırmalar olur. Bu da normaldır həqiqətən, amma əslində biz qadınlar istəsək hər şeyi bacarırıq. İstər sağlam qida olsun, istər ailənin o qida mədəniyyəti olsun, o yenə də qadından asılıdır həqiqətən. Əslində tam uşağa məhdudiyyət qoyarkən də biz onu niyə məhdud edirik ona bu qidaları, onu başa salmalıyıq. Əlbəttə. Çünki uşağa desən bu qida sənin üçün zərərlidir gedib falan. Gedib onu da axtarıb tapacaq. O fərqinə var necə, bu niyə zərərlidir? Amma siz ona nümunələr gətirsəz, bax sənin saçının rəngi, saçının materialı dərin, sağlığın gözəl olacaq gələcəkdə. Belə uşağı nələrlə səndə maraqlandırmaq lazımdır. Yoxsa tək məhdudiyyətlər qoymaqla uşağa heç nə eləmək olmaz. Həqiqətən. Sadəcə onu necə eləməlidir, bunları başa salmaq lazımdır. İzahı mütləq lazımdır uşağa. Əfsanə xanım, mən olub illərlə sizə bildirdim ki, yəni diyetoloqlarla işləmişəm, nutrisologlarla. Amma heç bir zaman son bir ildə keto diyetinə tutmaq istəmişəm və çalışmışam da edim. Bir həftə, 3-4 gündən sonra mən onu saxlamışam. Çünki vücudumda nəyəsə sağlam getmədiyini görmüşəm. Mənim üçün çox maraqlıdır və bunu çox istəyirəm ki, siz də izah edərdiniz ki, keto diyeti necə saxlamaq lazımdır və necə qidalanmaq lazımdır? Bununla bağlı bizə nə məlumat verərdiniz? Əslində keto diyeti, bu tip diyetlər individual yanaşmalıdır mütləq insanlara. Qrup şəklində heç vaxt olmamalıdır. Ümumiyyətlə sizə qrup şəklində işləmirsiniz? Heç vaxt işləməmişəm mən qrup şəklində. Çünki mən bunu heç vaxt düzgün qəbul eləməmişəm. Qrupda şəkər xəstəsi də ola bilər. Bəli. Nə bilim, hansısa orqanlarında bir problem də yarana bilər. Çünki ora qoyulan hamısı ümumi bir diyet tərtib eləyirlər, qoyurlar və orada 10 nəfər var, 15 nəfər var. Hamı ondan tətbiq eləməyə çalışır. Bir də ki, hər kəsin yediyi də eyni ola bilməz axı. Elə insan var, deyərsiniz ki, məsələsi deyirəm. Avokado yeyəcəksən, avokado sağlıqlı yağ almaq üçün məsələn, səhər yeməklərində bu ketoda ən yaxşı tərəvəz meyvələrdən biridir. Deyə bilərsən, amma o deyə bilər ki, mən avokado yeyə bilmirəm. Amma onu deyə bilməlisən ki, avokado yeyə bilmirsənsə onu
Əvəz hansısa sağlıqlı yağlarla əvəz etməlisən. Təbii ki, bu qrupda mümkün deyil bunu hər kəsə durub hər kəsin eləmək. Yəni mən heç vaxt eləməmişəm. İndividual mənim üçün daha rahat olub, daha onda məsuliyyət daşıyıram ki, məsələn də insan gündəlik görün bunu necə. Bəlkə bu heç keto diyet saxlamağa yararlı deyil bunun sağlığı. Bu onu tutmaq məcburiyyətində deyil. Bu tamamilə başqa qidalanma növü olmalıdır, bu pəhriz olmalıdır. Ona görə də ketoda da durub insanın öz sağlığına baxmamış, analiz eləməmiş, bunları vermək kiməsə tamadan vermək heç bir düzgün sayılmır. Çünki burada istər-istəməz sağlıqlı yağlar var, artıq yağlar, ondan sonra proteinlər, tərəvəzlər. Elə insan var, heç deyir, mən meyvə yeməsəm yaşaya bilmərəm. Bəs nə fərqi var keto diyetindən, belə deyim də, digər diyetin nə fərqi var? Çox fərqi var. Çünki fərqli diyetlər var. Yenə də deyirəm, əslində indi biz keto diyetdən danışdıq deyən mən bunu deyirəm. Uzun müddətli pəhriz qida, keto diyeti uzun müddətli saxlamaq düzgün deyil. 21 gün yoxsa bir ay? Yəni təqribi bir ay qədər saxlamaq düzgün sayılır. Düzgün yox, deyə bilmərəm düzgün sayılırsa, amma yenə də insanın qarşıdakı insanın sağlığına nə qədər apara biləcəyinə baxır. Amma belə bir əgər həddən artıq ağır çəkisi varsa, heç bu cür diyetlər tutmamalıdır. Tamamilə sağlıqlı o insanın gündəlik rutininə, sağlığına göz qabağına gətirərək ola düzgün, necə sağlıqlı qidalanacaq, uzun ömürlü bunu daşıya biləcək. Çünki ketonu uzun müddət daşıya bilməzsiniz. Çünki insan nə qədər meyvə yeməmiş yaşaya bilər. Məsələn, karbonhidratlar. Meyvə sevməyən adam məsələn, əlbəttə ki, o da düzgün deyil. Çünki bizim hər aldığımız meyvəsidir, tərəvəzidir. Bundan bizə nəsə vitaminlər də var, qidalar da var. Hər bir qidanın bizim həyatımızda böyük bir rolü var. Yenə də düzgün, amma keto balans da lazımdır. Amma keto kimi belə tipli diyetlərdə mütləq bir professionaldan dəstək alaraq tutmaq lazımdır. Çünki siz tamamilə səhv, yanlış özünüzə zərər də verə bilərsiniz bu diyetlərlə. Buradan jurnaldan oxudum, burada internetdən araşdırdım. Bunlarla tutmaq düzgün sayılmır. Dəstəklə. Dəstəklə mütləq lazımdır. Əfsanə xanım, siz çox gözəl estetik süfrələr açırsınız. Mən xatırlayıram ki, mən uşaq olduğum zamanlar mənim də öz anam çox gözəl süfrələr açardı, estetik süfrələr. İndiki kimi estetik olmasa, dövrünə, zamanına görə estetik idi. Və biz ailəlikcə hər zaman o masanın ətrafına yığışardıq. Atam evə gəldiyi zaman bir yerdə yemək yeyib, bir yerdə söhbət edib, bir yerdə vaxt keçirməyi daha çox sevirdik. O zamanlarda idi. İndiki vaxtda, indiki dövrdə bu biraz çətindir. Çünki indiki dövrün uşaqları ilə, indiki nəslin uşaqları ilə bizim zamandakı nəslin uşaqları eyni deyil və o ailə ortamını yaratmaq çox çətindir. Bir yerdə yemək yemək, bir yerdə zaman keçirmək. Sizcə keçmiş dövrlə indiki nəslin arasındakı nələr dəyişikliklər baş veribdir? Niyə mehribançılıq azalıbdır? Elə bir dövrə gəlmişik ki, məsələn mən çox öz-özümə hərdən fikirləşirəm ki, əvvəllər heç nəyə şübhəli yanaşmırdıq biz. Məsələn, uşağımızı qonşuya əmanət edəndə də, harzasa bir qohuma da əmanət edəndə. Amma indi mən hərdən fikirləşirəm ki, yaxşı ki, indiki dövrdə balaca uşaq belə yetişdirməmişim. Uşaqların böyüyüb yaşdadır. Çünki indi çox çətin bir vaxtdır, çox çətin bir zəmanədir. Amma o da qaldı ki, ailə dəyərlərinə, ailədə olan qaydalar deyim mən ona əsasən. Çünki bu qaydaları belə valideynlər qoyur. Mən biraz öncə dedim axı, valideyn uşağın güzgüsüdür, aynasıdır. Siz bu qaydaları necə uşaqlarınıza tətbiq eləyirsinizsə, yemək vaxtında. Məsələn, bizdə belə bir qayda var idi, uşaqların balaca olanda. Heç vaxt süfrəyə küslü olmaz oturmaq. Süfrədən küsüb getmək olmaz. Məsələn, təbii ki, uşağı danlayırdıq da və nəyinsə üstündə buna irad bildirirdik və biraz otursalar da sonra amma yemək stolu hazır, süfrəsi hazır olan kimi onlar belə qaşqabaqlı da otursalar gəlib otururdular süfrədə. Məsələn, biz özümüz də elə görmüşdük ki, səhər hamı biz məktəbə gedirdik, ailədə süfrə başına oturduq, səhər yeməyi yeyirdik, mamam işə gedirdi, atam işə gedirdi. Günortada eyni vaxtda biraz biz Naxçıvan zonasında adlanmışıq. Biz yaşadığımız yerdə çox böyük bir yer olmayıbdı. Yəni məktəb də yaxınlıqda olub, iş yerləri də yaxında olub.
Günorta saat 1-də yenə hamı işdən gəlirdi, 5-də gəlirdi, günorta yeyilirdi. Amma nə gözəl günlər idi, nə yaxşı vaxtlar idi. İndi mən özümüzdə deyə bilmərəm, çünki bizdə eyni o qaydada tətbiq olunur. Təbii ki, deyə bilmərəm, indi Bakı kimi yerdə o mümkün deyil. Kimsə günorta gəlsin, otursun, hamı yeməyə süfrə yığsın. Amma axşam yeməyi də belə. Çünki nə qədər dağılırsan da gün vaxtlarında başqa bir yerlərə, amma axşam süfrəsində hamı bir-birini soruşur. Nə bilim, başqa Bir yerdə söhbətlər vaxt gedir, keçirmə. Amma vaxt keçir. Əfsanə xanım, o dövrlə indiki dövr arasında təamların da elə bir dadı dəyişib. Yediyimiz yeməkləri, qidalarımız. Təamlar artıb. İndi biylənmənin də ən çox artmağın səbəbi uşaqlarda bu artıq bu qidaların həddən artıq olmağıdır. Masaya qoyulan Masala qoyulan qidaların artıq olmağıdır. Təbii ki, bir cür hazırlayılan və yemək. daha asan əlçatan olmağıdır. Keçmişdə necə bizim gənclik, uşaqlıq dövrümüzü deyim, gəlirdik, valideyn nə hazırlayırdı, otururduq süfrədə onu yeyirdik, heç demirdik də mən bunu bəyənmirəm, bunu istəmirəm, yeyib gedirdik. Evdə də artıq uzaq başı nə ola bilər? Valideynimizin bişirdiyi nə isə bir cür yemək, bir cür şirniyyat ola bilirdi. Onsuz da evdə mən hər zaman deyirəm ki, çalışın evdə sağlıqsız bildiyiniz bir şey də belə evdə bişirəndə sağlıqlı şəkilə düşür. Nəinki küçədə, başqa bir yerdə sağlıqlı bilib aldığımız qidalar. Ona görə də biz çalışmalıyıq ki, uşaqlarla bacardığımız qədər çox ünsiyyət quraq ki, və bunları da o masada yediyimiz yemək, qidalandığımız yemək ətrafında məncə öz mədəniyyətimizi itirmədən bir yerdə vaxt keçirməliyik və məncə də masada bir cür yemək qoyulsa daha yaxşıdır. İndi sözsüz indi zəmanə daha fərqlidir bizim zamanə ilə. İndi mənim səhifəmə baxan da fikirləşər ki, Əfsanə xanım burada belə bir şey deyir, amma özü masaya qoyanda bir neçə gün belə qoyur. Sözsüz Əfsanə xanım, çünki zamanə indi. Bizim zamanədə elə deyildi. Bizim analarımız bir cür bişirirdi, yeməyi hazırlayırdı, biz də onun ətrafına yığılırdı. Amma fərqi yoxdur. Məncə əsas o masaya ailəlikcə masada əyləşmək və o bəli, çox önəm daşıyır. O uşağa onu aşılamaq, sevdirmək, gələcək nəsillərə daşımaq bu adət-ənənələrimizi çox gözəl bir şeydir. Çalışaq biz valideynlər öz əlimizdən gələni eləyək, uşaqlarımıza öyrədək. Ondan sonra onlar həll etsin artıq. Əfsanə xanım, bəzən belə deyirlər ki, insanın həyat tərzi onun düşüncəsinin aynasıdır. İnsan özünə necə davranmalıdır ki, həyatda deyir, insan özünə necə davranırsa, həyat da ona elə davranır. Siz bu fikrinə razısınız? Bəli, əslində mən öz fikrimlə deyim ki, çox düz bir baxışdır. Əgər insan özünə dəyər verməsə, özünü sevməsə, ətrafa da gözəl baxa bilməz. Əgər sən bir də ki, özünə layiq gördüyün hər bir yaxşı bir şey səni həyatda formalaşdırır. Məsafələr olmalıdır insanın həyatında. Hər bir xasiyyət gözəldir deyən insanın ətrafı da çox insanlarla dolu-dolu olanda o insanı da bir yerdən sonra yorur və özünə vaxt ayırmasının önünə keçir. Necə deyim? İnsanın öz düşüncəsi də, xarakteri də dəyişir. Ətrafında çox insanlar olanda vurğuladığımız kimi. Bəli. O demək deyil ki, insan özünü sevirsə, egoistdir, özünü çox sevməməlidir. Yox, bu düzgün deyil. Əksinə, mənə elə gəlir ki, insan özünü sevəndə, hörmət qoyanda başqalarına da qarşı özündə tətbiq elədiyi bir şeyləri başqasında da görmək istəyir. Nəinki də neqativ olanda, bəzi insanlar var ki, baxırsan ki, hər zaman neqativ bir şeylər fikirləşir. Hər zaman elə bir bəlkə bunun başına yaxşı şeylər gəlməyəcək. Bu da baxırsan ki, heç bir həyatda yolu düz getmir. Mütləq nəsə kəsişmələr onun həyatında. Amma daha rahat, daha nə bilim həyata bir pozitiv baxanda, həqiqətən həyat tərzi özünə də hörməti olanda, başqalarına qarşı da bunu tətbiq eləməyə çalışır. Siz çəkilişlərdən öncə sizinlə söhbət etdiyimiz zaman siz bildirdiniz ki, çox gözəl, xoşuma gəldi ki, yəni övladınıza bildirirsiniz ki, həmişə ən yaxşı ən yaxşısını özünüzə layiq görün. Çox gözəldir. Hər şey. İstəyir yemək şəkli olsun, istəyir həyat tərzi buna idi. Ətrafındakı insanlar olsun, həyat tərzi olsun. Belə insanın özünə yaxşı davranışı onun həyat tərzini
daha gözəl olmalıdır, Keyfiyyətli daha eləyir. keyfiyyətli olmalıdır və o zaman da bizim ətrafımızda da daha Daha- keyfiyyətli, daha anlaşılacaq insanlar qarşımıza çıxır. Əslində sən əgər özünə hər şeyin ən yaxşısını görürsənsə, ətrafında heç bir pis olan bir şeyi özünə yaxınlaşdırmağa çalışmırsan. Hətta məsələn ola bilər ki, insanlar var həyatımızda, insanlar daxil olur, sonra olmur. Bunları kənarlaşdırırsan. Əgər özünə hər şeyin ən yaxşısını layiq görürsənsə, istər-istəməz insanların da ən yaxşısını görürsən. Nə bilim, hər bir şeydə bu əslində keçərlidir. Həqiqətən. Uşaqlarıma da bu məndən həmişə bir tövsiyədir ki, özünüzə həyatda hər şeyin ən yaxşısını layiq görün. Onda həyat sizə yaxşı, daha yaxşı şeylər çıxardacaq qarşınıza. Bəli. Deyir, düşüncəmiz hansı dərəcədə yaxşı düşünsək, pozitiv düşünsək, həyatımızda daha maraqlı olacaq, Bəli, elədir. daha gözəl olacaq. Əfsanə xanım, belə sizə bir sual vermək istəyirəm. Məncə hamı üçün çox maraqlıdır bu sualın cavabı. Siz bir həyat koçu olaraq, sizcə həyatın varoluşunun səbəbi nədən ibarətdir? Mənim zənnimcə həyatda varoluş tək gündəlik həyat, nə bilim, rutinlərdən ibarət deyil. Əslində çox sadə bir şeylər də həyatımıza qatmalıyıq və mənə elə gəlir ki, varoluş səbəbi bu həyatda, nə bilim, yaşın keçdikcə həyatında yeni bir nə isə bir hobilərin yaranmalıdır. Yaşatmalısan, nə bilim, öyrətməlisən, paylaşmalısan, sevməlisən. Bunlar hamısı insan həyatını daha keyfiyyətli hala salır. Daim öz üzərində Bəli, işləmək. daim öz üzərində işləməlisən. Yaşın fərqi yoxdur. Hobidə bu yaşın barədə. fərqi yox. Xeyr, heç yoxdur. Əksinə mənə elə gəlir ki, insan bir yaş dövrünə qədər iş, uşaqlar, böyütmə bunlarla başı çox qarışıq olur. Amma bir yaşdan sonra əsasda bir 40'lı yaşları deyirəm. Çünki mən özüm o təcrübəni yaşamışam, bilirəm. Maraqlı hobilər əldə etmək lazımdır. Hər il insan həyatına nəsə bir yenilik qatmalıdır. Daim öz üzərində işləməlidir. Komfortun kənarına çıxmalısan. Məsələn də alışılmış olduğun gündəlik həyatın kənarında bir məsələn nələrsə məşğul olmalısan ki, bu sənin həyatına daha maraqlı hala sala bilsin. Daha yeniliklər Bəli. qalsın və bir nöqtədə qalmaq lazım deyil. Daim inkişaf etmək Onda lazımdır. çox darıxdırıcı olar həyat. Həqiqətən daim inkişaf etmək lazımdır. Mən sizə təşəkkür edirəm. Çox sağ olun. Bugün vaxt bizə ayırdığınız üçün minnətdaram. Bugün biz növbəti podkastın sonuna yaxınlaşdıq. Bizi izləməyi unutmayın. Təşəkkür edirəm.